Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi. Sizlər üçün bugün EMAŞM test toplusundan söz birləşmələrindən olan sualları izah edəcəm. Başlayaq sual 1-dən. Söz birləşmələrlə bağlı klasteri tamamlayacaq fikirləri müəyyən edin. Söz birləşmələri hər iki tərəfi müstəqil sözlərdən ibarət olur. Bu doğru fikirdir. Deməli, biz klasterdə doğru fikirləri tapıb, klasteri doğru fikirlərlə tamamlamalıyıq. Birə baxaq. Leksik məna daşımayan söz birləşməsinin əsas və asıl tərəfi kimi çıxış etmir. Leksik məna daşımayan söz, bəli, birləşmənin əsas və asıl tərəfi kimi çıxış edə bilməz. Çünki leksik məna daşımayan söz dedikdə köməkçi intiqsiyası nəzərdə tutulur və köməkçi intiqsiyasda əsas və asıl tərəf ola bilmir. Bu doğru fikirdir. Başlanğıc formaya əsasən müəyyən edilir. Müstəqil şəkildə cümlə üzvü rolunda çıxış edə bilər. Doğrudur. Cümlə üzvü müstəqil şəkildə cümlə üzvü rolunda çıxış edə bilər söz birləşməsi. Eyni zamanda başlanğıc formaya əsasən müəyyən olunur. 3-də qrammatik əsasları olur. Tərəfləri parçalanaraq da cümlə üzvünün ifadə vasitəsi ola bilir. Qrammatik əsasları olur fikri yanlışdır. Çünki söz birləşməsinin əsas və asıl tərəfi olur. Qrammatik əsas mübtədə xəbər nəzərdə tutulur ki, söz birləşməsinin qrammatik əsasları olur fikri yanlışdır. Əsas tərəflərdən fərqli olaraq asıl tərəf formaca dəyişə bilmir. Bu da yanlışdır. Həm əsas, həm də asıl tərəf formaca dəyişə bilir. Yəni qrammatik şəkilçi qəbul edə bilir. Doğru cavablar olur 1-2-də, yəni A variantında. Sual 2. Asıl tərəfi subyekt bildirən fe'li birləşmə hansıdır? Azər gedərkən, burada Azər subyektdir. Azər gedərkən də fe'li birləşmədir. Yəni asıl tərəf subyekt bildirən fe'li birləşmə olan cavab olur ilə A variantında. Ümumiyyətlə subyekt, obyekt hərəkət anlayışı var. Subyekt işi görən, obyekt üzərində iş görülən, hərəkət isə yəni fe'llər nəzərdə tutulur. Burada yəni A variantında Azər işi görəndir. Azər gedərkən burada subyektdir. Baxa-baxa danışmaq, filmə baxanda, kənddə dincəlmək, çox oxuyan. Bunların hər biri fe'li birləşmədir. Lakin heç birində A-dan başqa digərlərində asıl tərəf subyekt rolunda deyil. Sual 3. Asıl tərəfi hərəkətin obyektini bildirən söz birləşməsidir. Bundan öncəki testdə subyekti, indi isə obyekti istəyir. Yəni üzərində iş görüləni, yəni işi görən yox, üzərində iş görüləni istəyir. Dostlar görüşəndə, evdə yatarkən, vətənin bağları, elmi iş, kitab yazmaq. Deməli, burada vətənin bağları, burada asıl tərəf obyekt deyil. Daha sonra elmi iş, burada da asıl tərəf obyekt deyil. Evdə yatarkən də obyekt deyil. Dostlar görüşəndə, dostlar burada hərəkətin subyektidir. Yəni dostlar burada subyektdir. Kitab yazmaqda isə kitab obyektdir. Yəni iş kitab üzərində görülür. Məsələn, uşaq kitab yazdı, yaxud da ki, şair kitab yazdı. Burada şair subyektdir, kitab obyektdir, yazdı isə hərəkətdir. İndi kitab yazmaq burada obyekt rolundadır və söz birləşməsidir. Doğru cavab olur E variantı. Sual 4. Asıl tərəfi fe'l olan fe'li birləşməni müəyyən edin. Gəldi gedər dünya bu ismi birləşmədir. Eyni zamanda gəldi gedər, nə gəldi gedər bu isimdir və gəldi gedir ümumiyyətlə isim birləşmədir. Yaza bilənlər söz birləşməsi deyil, mürəkkəb fe'ldir. Daha sonra gəlib çatmaq mürəkkəb fe'ldir, söz birləşməsi deyil. Gedər gəlməzdən dönmək fe'li birləşmə olsa da asıl tərəf gedər gəlməz isimdir. Oxuyanlar gələndə, oxuyanlar fe'li sifət, gələndə isə fe'li bağlamadır. Fe'li birləşmədir və asıl tərəf fe'llər ifadə olunub və doğru cavab olur D. Məslərin özünə xas olmayan morfoloji əlamətlə söz birləşməsinin əsas tərəfi kimi işləndiyi variant hansıdır? Məslərin özünə xas olmayan morfoloji əlamət dedikdə lar şəkilçisi, yəni cəm şəkilçisi qəbul etmiş məslərdən söhbət gedir. Baxaq, yəqin ki, oxumaqları elə özlərinə qalacaq. Burada oxumaqları düzdür, yəni cəm şəkilçisi qəbul edibdir, lakin söz birləşməsində əsas tərəf mövqeyində çıxış etməyibdir. Özlərinə qalacaq. Nə oxumaqlar? Burada ümumiyyətlə söz birləşməsi yaratmayıbdır. Böyük həvəslə onun hazırladığı səhnəyə baxırdıq. Bu cümlədə də məslər yoxdur. Onların kitabdan danışmaqları nəticə vermədi. Nə? Onların kitabdan danışmaqları, onların danışmaqları üçüncü nöqtənin söz birləşməsini yaradır, yəni ismi birləşmə olur. Danışmaq məslərdir, cəm şəkilçisi, yəni morfoloji əlamət, yəni ona aid olmayan morfoloji əlaməti qəbul edib, cəm şəkilçisini qəbul edib, söz birləşməsində də əsas tərəf mövqeyindədir. Elə doğru cavab olur C variantında.
Professorun çıxışında danışdığı mövzunu səlis şəkildə çatdırması məni təəccübləndirirdi. Burada çatdırması məstərdir, lakin morfoloji əlamət, yəni özünə xas olmayan morfoloji əlaməti daşımır. Belə ki, yəni cəm şəkilçisi yoxdur üzərində. Bir gün bizimlə gəlməklə ölməyəcəksən ki, gəlməklə burada da məstər cəm şəkilçisi qəbul etməyib. Doğru cavab oldu C. Sual 6. Hansı cümlədə morfoloji və sintaktik sualı fərqli olan söz birləşməsinin asılı tərəfidir? Morfoloji və sintaktik sualın fərqi o deməkdir ki, morfoloji sual nitq hissəsi, sintaktik sual isə cümlə üzünə görə olan sualıdır. Daş divarlar üzr istəyirəm. Daş divarların hamısı söküləcək. Nə edəcək? Söküləcək. Nə? Divarların hamısı, hansı divarların? Daş. Daş divar birinci növ təyin söz birləşməsini yaradır. Divarların hamısı isə üçüncü növdür. Daş divar birinci növ təyin söz birləşməsidir və burada birinci növ təyin söz birləşməsinin asıl tərəfidir daş. Eyni zamanda daş isim olaraq, morfoloji olaraq nə sualına cavab verir? Lakin sintaktik sualı hansıdır? Yəni təyinin sualına cavab verir. Elə sintaktik və morfoloji sualı fərqlənən, eyni zamanda söz birləşməsinin asıl tərəfi olan A variantında daş sözüdür. Doğru cavab olur A. Neçə ildir sinədə yaralı dağ gəzdirir? Yaralı dağ söz birləşməsidir. Lakin yaralının həm morfoloji, həm də sintaktik sualı elə hansı sualıdır? Yəni necə cür hansı dağ? Ona görə morfoloji sintaktik sualı fərqlənmədiyi üçün B deyil. Vurğun küçəsinin qucduğu yerdə Nizami küçəsi qol tək uzanıb. Burada vurğun sifət deyil. Vurğun, yəni Səməd Vurğundakı vurğun, yəni orada ad soyad məzmun ifadə etdiyi kimi vurğun da burada isimli sifət deyil. Yəni burada morfoloji və sintaktik sualı eynidir burada. Ağ örtük içindən bəyaz buluddan çıxır nur heykəli, şəfəq dastanı, bəyaz bulud, ağ örtük. Burada ağ və bəyaz morfoloji və sintaktik sualı eynidir. Bizim zamanlar belə hadisələr olmazdı. Deməli, burada belə hadisələr olmazdı. Bizim zamanlar söz birləşməsidir. Burada bizim sözü yəli kar şəkilçisi qəbul etmiş, əvəzlikdir. Deməli, burada bizim zamanlar birinci növ təyin söz birləşməsidir. Parçalanmadan birlikdə təhlil olunur. Olmazdı, nə hadisələr, nə vaxt, nə zaman, bizim zamanlar. Burada söz birləşməsidir və söz birləşməsinin asıl tərəfidir, bizim zamanlar. Morfoloji sintaktik sualı fərqlənmir, çünki sintaktik sual olaraq birlikdə bir cümlə üzvü olur, yəni birlikdə bir suala cavab verir. Nə vaxt, nə zaman, bizim zamanlar aralıqda, yəni təklikdə suala cavab verə bilmir. Ona görə də tələb ödəmədiyi üçün Y variantı da olmur. Cavab olur A. Növbəti sual 7-yə baxırıq. Hansı cümlədə isim birləşmə işlənib? Dərsə vaxtında gəlməyi onu fərqləndirirdi. Dərsə vaxtında gəlməyi fe'li birləşmədir, məstər tərkibidir. Anarın yazdıqları bizə indi gəlib çatır. Anarın yazdıqları fe'li birləşmədir. Bəstəkarın mahnı bəstələməsi hamını heyran etmişdi. Bəstəkarın bəstələməsi üçüncü növ təyin söz birləşməsini yaradır və isim birləşmədir. Cavab C-dir. Sözləri şövqlə nota düzməsi istedadını göstərirdi. Nə? Sözləri şövqlə nota düzməsi, bu isə məstərdir və olacaqdır fe'li birləşmə. Başa düşmədiyim odur ki, niyə bu qədər gözlədik? Odur nə? Başa düşmədiyim. Başa düşməkdə frazoloji birləşmə olduğu üçün, yəni bu fe'li birləşmə sayılmır. Sadəcə frazoloji birləşmədir. E variantı da olmur. Yəni burada isim birləşmə yoxdur. Doğru cavab oldu C. Sual 8. Hansı nümunədə isim birləşmənin asıl tərəfi parçalanaraq müstəqil cümlə üzvü kimi çıxış edir? Onun bu addımı bizi yolumuzdan etdi. Onun addımı üçüncü növdə ayrılmadan bir cümlə üzvü kimi götürülür. Maraqlı kitab oxumaq ömrə ömür qatır. Nə? Maraqlı kitab oxumaq ayrılmadan birlikdə bir cümlə üzvüdür. Burada maraqlı müstəqil təyin ola bilmir. Çünki yadda saxlayın ki, məstər fe'l sifət fe'li bağlamanın önündə, yəni qabağında, qarşısında təyin, müstəqil təyin kimi götürülmür bu söz. Hamısı birlikdə tərkibə qoşulur. Burada da ayrılmır. Maraqlı kitab, amma birinci növ təyin söz birləşməsidir. Fe'li birləşmənin asıl tərəfidir. Sizin məktəbin şagirdləri yarışda idilər. Yarışda idilər. Kim məktəbin şagirdləri? Hansı məktəbin? Sizin. Burada sizin məktəbin şagirdləri isim birləşmədir və asıl tərəfi sizin sözü parçalanaraq müstəqil cümlə üzvü olubdur. Çünki üçüncü növ təyin söz birləşməsinin, yəni sizin sözü vasitəsilə yaranmayıbdır. Yəni sizin məktəbinizin şagirdləri, sizin məktəbiniz olsaydı, yaxud da sizin məktəbinizin şagirdləri olsa, bu zaman ayrılmazdı. Sizin sözünün mənsubiyyət şəkilçisi işləndirilmədiyi üçün müstəqil
cümlə üzvü kimi götürülür. Burada sizin sözü və cavab olur C. Bizim vaxtlarda heç də hər şey belə deyildi. Bizim vaxtlarda, nə vaxt, nə zaman, bizim vaxtlarda burada birlikdə bir cümlə üzvü olur. Sizin tərəflərin soyuğuna bələdəm. Bələdəm nəyə? Sizin tərəflərin soyuğuna. Burada da birlikdə bir cümlə üzvü gedir. Burada da müstəqil olaraq cümlə üzvü olmur. Doğru cavab oldu C variantı. Növbəti 9. Hansı cümlədə isim birləşmə bütövlükdə cümlə üzvünün ifadə vasitəsi olur? Çalışan insan məqsədi üçün əziyyəti gözə alır. Çalışan insan birinci nöqtənin söz birləşməsidir. Gözə alır kim insan? Hansı insan? Çalışan. Burada müstəqil. Yəni cümlə üzvü olaraq söz birləşməsi bütövlükdə bir cümlə üzvü olmadı. Ayrı-ayrı götürülür. Nizamidən sonra bizə xeyli əsəri qalıb. Xeyli əsəri birinci nöqtənin söz birləşməsidir. Qalıb nə? Əsəri, hansı əsəri? Xeyli. Burada da yəni söz birləşməsi parçalanır. Ayrı-ayrılıqda cümlə üzvüdür. Yaşıl meşələr göz oxşadıqca uzanırdı. Yaşıl meşə söz birləşməsidir. Birinci növ nə meşə, hansı meşə? Yaşıl. Burada da ayrılır. Buralara nadir hallarda düşmən hücum edərdi. Hücum edərdi kim düşmən? Nə vaxt, nə zaman? Nadir hallarda. Nadir hallarda orta əsrlər, qədim dövr, eyni zamanda yeni il kimi birinci nöqtənin söz birləşmələri təhlil zamanı ayrılmır. Bütövlükdə bir cümlə üzvü götürülür və doğru cavab olur D. Köksümdə quş kimi çırpınır ürək. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Sual 10. Hansı cümlədə feili birləşmə işlənib? Günah səni bura göndərəndədir. Burada anən feil sifət şəkilçisidir. Deməli, səni bura göndərəndədir. Nə? Günah. Burada günah mübtədədir. Səni bura göndərəndədir. Bu da olacaqdır feili birləşmə, feil sifət tərkibi. Doğru cavab olur A-da. Dəstək olanlar dəstəyini əsirgəməsin. Dəstək olmaq mürəkkəb feildir, söz birləşməsi sayılmır. Ağlı başına gələndən sonra çox dəyişib. Ağlı başından gələndən sonra ağlı başına gəlmək frazoloji birləşmədir, feili birləşmə sayılmır. Kömək edə bilənlər mürəkkəb sözdür, feili birləşmə sayılmır. Oxumaq həvəsi isə isim birləşmədir. Cavab oldu A. Hansı mürəkkəb adın yazılışı yanlışdır? Ramana qalası, burada qala dırnaqda yazılmalı deyildi, yanlışdır. Beynəlxalq Qadınlar Günü doğru yazılıbdır. Ağdam rayon təhsil şöbəsində şöbə böyüklə yazılmalıydı, yanlışdır. Azərbaycan Respublikasının prezidenti doğru yazılıb. Əməkdar elm xadimi E və X kiçik yazılmalıydı, yanlışdır. Azərbaycan Respublikasının milli qəhrəmanı doğru yazılıb. Yanlışlar olur 1-3-5, yəni E variantında. 12. Hansı mürəkkəb adların yazılışı yanlışdır? 28 may doğrudur. Avropa liseyi doğrudur. Qaraqum səhrası doğrudur. Favorit mağazası dırnaqda yazılmalıydı, yanlışdır. Hüseyn Cavid küçəsi dırnaqda yazılmalı deyildi, yanlışdır. Üst paleolit dövründə D kiçik yazılmalıydı, bu da yanlışdır. Yanlış olan 2, 4, 6 C variantındadır. Sual 13. Hansı mürəkkəb adların yazılışı yanlışdır? Humanitar siyasət məsələləri şöbəsi doğru yazılıb. 3 dekabr Beynəlxalq Əlillər Günündə Q böyük yazılmalıydı, yanlışdır. Şəhidlər Xiyabanı doğrudur. 7 Gözəl baletində dırnaqda olmalıydı, yanlışdır. Gəncə şəhər səhiyyə şöbəsində Ş böyük yazılmalıydı, bu da yanlışdır. Yanlış istədiyi üçün cavab 2, 4, 5, yəni B olur. Növbəti sual 14. Müəllim arzusu şəxsiyyət yetişdirmək olan varlıqdır. Kimdir? Varlıqdır. Kim? Müəllim. Hansı varlıqdır? Arzusu şəxsiyyət yetişdirmək olan. Burada müəllim arzusu ikinci nöqtənin söz birləşməsi deyil. Çünki müəllim arzusu varlıqdır. Deyil. Yəni olmur. Müəllim arzusu varlıq deyil ki. Varlıqdır. Kim müəllim? Hansı varlıqdır? Arzusu şəxsiyyət yetişdirmək olan. Bu cür təhlil olunur və müəllim arzusu orada ikinci nöqtənin söz birləşməsi deyil. Nümunədə işlənməyib deyir. Mənsubiyyət çəkicili söz. Mənsubiyyət çəkicili söz işlənibdir. Arzusu. Bu işlənib. Təsiri kallı isim şəxsiyyəti yetişdirmək, qeyri-müəyyən təsiri kaldadır, işlənib. Feili sifət tərkibi arzusu şəxsiyyət yetişdirmək olan feil sifət tərkibi var. Düzəltmə isim şəxs, şəxsiyyət var. Əsas tərəfi mənsubiyyət çəkici isim birləşmə xeyr. Müəllim arzusu isim birləşmə deyil. Bu işlənməyib. Cavab olur E. 15. Hansı cümlədə fərqləndirilən hissə söz birləşməsidir? Hər an olanları xatırlayır. Xatırlayır. Nə vaxt, nə zaman hər an. Burada mürəkkəb sözdür, mürəkkəb zərfdir. Başına gələnlər hər an onu təqib edir. Nə vaxt, nə zaman, hər an. Burada da mürəkkəb sözdür, zərfdir. Bu vaxt gözlənilməyən qonaq içəri girdi. Nə vaxt, nə zaman, bu vaxt. Burada da bu vaxt mürəkkəb zərfdir.
Mən sənə demişdim axı, bugün gələcəm. Nə vaxt, nə zaman bugün. Burada da mürəkkəb zərfdir. Keçən bu vaxt bizim əleyhimizə idi. Bizim əleyhimizə idi. Nə vaxt? Hansı vaxt bu? Burada isə bu vaxt birinci növ təyinli söz birləşməsidir. Gördüyümüz kimi ayrı-ayrılıqda sual verilir və ayrı-ayrılıqda cümlə üzvü kimi götürülür. Cavab olur E. Sual 16. Bəzi ismi birləşmələrdə əsas tərəfdə mənsubiyyət şəkilsi işlənməzsə, yiyəlik halda olan asıl tərəf cümlədə təyin kimi çıxış edir. Hansı cümlələrdə bu struktur olsa da əsas tərəf təyin deyil. Bizim uşaqlar sizə gələndə onları yola sal. Yola sal kimi onları nə vaxt, nə zaman? Bizim uşaqlar sizə gələndə. Burada bizim söz ona görə müstəqil təyin olunur ki, özündən sonra feili bağlama gəlib. Yəni feili bağlamanın tərkibinə daxil olubdur. Burada müstəqil təyin götürülə bilməz. Cavabın 1 olur 1, yəni orada müstəqil təyin deyil. Hələ də sizin tərəflərdə buna çarə tapılmır. Burada isə sizin tərəflərdə deməli birlikdə təhlil olunacaqdır. Parçalamadan birlikdə bir cümlə üzvü gedir. Harada sizin tərəflərdə, baxmayaraq gözündən sonra mənsubiyyət itiribdir sizin tərəflərinizdə. Yəni iniz şəkilsi ixtisar olunub. Burada da ayrılmadan bir cümlə üzvü götürülür. Bizim insanlar gec də olsa bunu edəcəklər. Bizim insanlar. Edəcəklər kim insanlar? Hansı insanlar bizim? Burada isə müstəqil təyin götürüldü. Dünən sizin tanışlar bunu bəyəndilər. Bəyəndilər. Kim tanışlar? Hansı tanışlar? Sizin. Burada da ayrılıqda təyin olur. Bizim zamanlarda belə hallara rast gəlməzdin. Nə vaxt, nə zaman? Bizim zamanlarda. Burada da ayrılmadan bir cümlə üzvü kimi təhlil olunur. Cavab olur 1, 2, 5, yəni A variantı. 17. Həm feili sifət tərkibi, həm də feili bağlama tərkibi kimi düşünülə bilən nümunəni müəyyən edin. Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr. Nə vaxt, nə zaman? Dərgahın qapısı açıq olanda. Burada yalnız feili bağlama tərkibi olur. Mövzunu danışanda həyəcan duydum. Nə vaxt, nə zaman həyəcan duydum? Mövzunu danışanda olacaq feili bağlama. Bir də mövzunu danışan adamda həyəcan duydum. Yəni ismini itirmiş, yerli kar şəkilsi qəbul etmiş feil sifət kimi düşünmək olur. Kimdə həyəcan duydum? Mövzunu danışanda. Burada isə olacaqdır tamamlıq bu cür təhlildə və danışan danışanda. Anda şəkilçisi ayrılır, yəni ki şəkilci götürülür. Feil sifət bir yerli kar şəkilçisi və bu olacaqdır feil sifət tərkibi. Yəni iki cür düşünə biləcəyimiz B-dədir. Qabaqda gedəndə maraqlı məlumat var. Kimdə? Burada yalnız feil sifət tərkibidir. Günəş çıxanda aləm nura qərq olur. Nə vaxt, nə zaman? Yalnız feili bağlama tərkibi. Buludlar ağlayanda susuz torpaq sevinir. Nə vaxt, nə zaman buludlar ağlayanda? Burada yalnız feili bağlama kimi düşünürük. Feil sifət olmur. Sual 18. Yazıçılıq istəyi birləşməsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Bir dəqiqə. Deməli, doğru fikirləri tapmalıyıq. Asılı tərəfi feildən düzələn isimdir. Asılı tərəfi yazıçılıqdır. Yaz, sözün kökü, yazı, leksik, çıl leksik, lıq leksik. Söz feildən düzələn isim deyil. Çünki son leksiki sizə yazıcı ismindən düzəlibdir. Feildən düzələn isimdir, fikri səhvdir. Əsas tərəf quruluca düzəltmədir. Əsas tərəf istək sözüdür. İstə, istək, istəyi. Bəli, düzəltmədə Q-yə əvəzləməsi baş verir. Sait gəldiyi üçün Q-yə əvəzləməsi var. Bu düzdür. Asıl tərəfdə 3 leksik şəkilci işlənsə də 3 leksik var, düzdür. Onlardan yalnız biri sözün quruluşunu dəyişibdir. Bəli, ilk leksik şəkilci sözü sadədən düzəltməyə çeviribdir. Bu doğrudur. Asıl tərəf əsas tərəfdən fərqli olaraq adlıq haldadır. Asıl tərəf yazıçılığın istəyi. Qeyri-müəyyənlikdə istəyi adlıq haldadır. Tərsinə, yəni əsas tərəf asıl tərəfdən fərqli olaraq adlıq haldadır. Bu fikir səhvdir. Yəni asıl tərəf adlıq halda deyil. Yalnız əsas tərəfdə mənsubiyyət şəkilçisi işlənib. Bəli, istəyindəki mənsubiyyət şəkilçisidir. Bu da yalnız əsas tərəfdədir. Bu da doğrudur. Cavab olur 2, 3, 5, yəni 2, 3, 5, E variantı. 19. Hansı nümunədə isim birləşmə işlənib? Qış səhəri soyuqla açılan sərt fəsildir. Nədir fəsildir? Nə? Qış. Burada qış səhəri isim birləşmə deyil, lakin sərt fəsil birinci növ təyin söz birləşməsidir. İsmi birləşmə işlənib A variantında. Dərd insanı elə dəyişər ki, özünü də tanımaz. Dəyişər. Nə? Dərd. Burada dərd insanı, dərdin insanı deyil. Dərd insanı elə dəyişər. Yəni ikinci növ təyin söz birləşməsi deyil. Onun oxuduğu bizə sanki can verirdi. Onun oxuduğu ismi birləşmə yox, feili birləşmədir. Çünki dığı burada feil sifətin şəkilçisidir. Kitabı ucadan oxumağı insanları narahat edirdi. Nə? İnsanları narahat edirdi. Kitabı ucadan oxumağı. Burada da feili birləşmədir, isim birləşmə yoxdur. Sənin haqqında eşidən kimi gəldim. Haqqında, barəsində bu qoşmadır, söz birləşməsi yaratmır. Cavab oldu A variantı.
Növbəti 20-ci suala baxaq. Bizim oxumağımız sənin istəyin. Bununla bağlı doğru fikri tapacağıq. Məsuliyyət çəkicili məstər işlənən feili birləşmədir. Bizim oxumağımızda baxmayaraq ki, məstər var. Imız burada məsuliyyət çəkicisidir. Bizimdə kimyəli halın şəkilçisidir. Bu üçüncü nöqtənin söz birləşməsinin deməli quruluşuna bənzər, yəni onun kimidir və bu olacaq ismi birləşmə. Sənin istəyin, bu da sənin istəyin. İsmi birləşmədir. Yəni burada hər ikisi ismi birləşmədir. Məsuliyyət çəkicili məstər işlənən feili birləşmədir fikri yanlışdır. Çünki hər ikisi ismidir. Feili birləşmə yanlışdır. Biri götürmürük. Asılı tərəfi kökü isimli homonim olan bu nümunə ismi birləşmədir. Asılı tərəfi kökü isimli homonim olan, deməli burada söhbət biz sözündən gedir. Kökü homonimdir. Eyni zamanda ismi birləşmədir. Bu doğrudur. Yalnız birinci haqqında doğru olduğu üçün 2-ni götürürük. Daha sonra cümlədə mübtədə rolunda çıxış edə bilər. Hər ikisi cümlədə mübtədə ola bilər. Doğrudur. 2, 3. Sonra xəbərin ifadə vasitəsi ola bilməsə də tamamlıq rolunda çıxış edə bilər. Hər ikisi xəbərin ifadə vasitəsi ola bilər. Bu yanlışdır. Tərəfləri sintaktik əlaqə baxımından həm əsas, həm asılı tərəfdir. Tərəfləri sintaktik əlaqə baxımından üçüncü nöqtənin söz birləşməsidir. Bizim oxumağımız, bir də sənin istəyin. Və sintaktik əlaqə dedikdə burada yanaşma, uzlaşma, idarə əlaqəsindən söhbət gedir. Sintaktik əlaqə baxımından həm əsas, həm asılı tərəfdir. Burada hər ikisi üçüncü nöqtənin söz birləşməsi olduğu üçün bu hər ikisi haqqında ortaq fikirdir. Burada isə yalnız 5-i ikinci haqqında yazdığı üçün yanlışdır. Ortada olmalıdır bu fikir. Əsas tərəfi düzəltmə isimlə ifadə olunan isim birləşmədir. Əsas tərəf istəyin, istə, istək isim birləşmədir və düzəltmə sözdür. Bu da yalnız ikinci haqqında doğru olduğu üçün doğrudur. Cavab olur 2, 3, 6, yəni B variantı. Sual 21. Onun gənclik illəri nümunəsinə aid olan fikirlərdir. Gəlik hallı sözlər ümumilik bildirir. Onun və gənclik, burada gəlik haldır, gəncliyin illəri qeyri-müəyyən gəlik haldadır. Gəlik hallı sözlərdən gənclik ümumilik bildirir, lakin onun sözü ümumilik bildirmir. Bu fikir yanlışdır. Sifət gəlik halda işlənir. Bu cümlədə sifət yoxdur, gənclik isimdir. Adlıq hallı isim quruluşca düzəltmədir. Adlıq hallı isim gənclik, bu amma adlıq halda deyil. Gənclik gəlik haldadır. İlləri adlıq haldadır. O da quruluşca düzəltmə deyil, sadədir. 3 yanlışdır. Fərqləndirilmiş sözdəki şəkilçi mənsubiyyət çəkicili homonimdir. In burada haldır və mənsubiyyətdən homonimlik yaradır. Doğrudur. Düzəltmə isim ümumilik bildirir və gəlik haldadır. Gənclik ümumilik bildirir və gəncliyin illəri qeyri-müəyyən gəlik haldadır. Bu da doğrudur. Cavab 4, 5 olur E variantı. 22. Hansı cümlədə feili birləşmə işlənib? Burnun ucu göynəmədikcə bu həsrəti dərk edə bilməzsən. Deməli, burnun ucu göynəmək frazoloji birləşmə olduğu üçün feili birləşmə sayılmır. Biri götürmürük. Əlinin ağlı başına gələndə baxacağı üz qalmamışdı. Ağlı başına gələndə frazoloji birləşmədir. Bir leksik vahid. Əli də bir sözdür. Yəni artıq burada 2 söz olduğu üçün, 2 leksik vahid olduğu üçün əlinin ağlı başına gələndə birlikdə söz birləşməsi, yəni feili birləşmə sayılır. Təkcə ağlı başına gələndə olsa feili birləşmə sayılmır, lakin əlavə başqa bir söz əlavə olunduqda əlinin ağlı başına gələndə bu artıq feili birləşmə sayılır, yəni söz birləşməsidir. 2-ni götürürük. Tapşırılanları etmək məsuliyyətli insanlara xasdır. Burada deməli, tapşıranları etmək yerinə yetirmək mənasında müstəqil söz olduğu üçün tapşıranları etmək birlikdə bir cümlə olur və eyni zamanda tapşıranları etmək məstər tərkibi yaradır. Qeyd etdiyim kimi burada etmək müstəqil məna ifadə edir. Bir söz budur, bir söz də budur. Olur feili birləşmə eyni zamanda 3-də. Özün gedərkən çantanı burada qoyubsan. Qoyubsan kim? Özün. Nə vaxt, nə zaman gedərkən. Burada feili birləşmə yoxdur. Gedərkən sadəcə bir sözdən ibarətdir. Bizim məqsədimiz sizə kömək etməkdir. Sizə kömək etməkdir. Nə? Bizim məqsədimiz. Burada sizə kömək etmək olur feili birləşmə. Kömək etmək bir söz, sizə də bir söz. İkisi birləşir, tərkib yaradır. Biri də 5-dir. Cavab olur 2, 3, 5. C variantı. 23. Ana məhəbbəti qarşılıqsız olan və saf olan bir varlıqdır. Ana məhəbbətə qarşılıqsız olan və saf olan bir varlıqdır. Varlıqdır. Kim? Ana. Burada ana məhəbbəti ikinci nöqtənin söz birləşməsi deyil. Fərqləndirilən hissə ismi birləşmədir. Xeyr. Ana varlıqdır. Ana məhəbbəti varlıqdır deyə bilmədiyim üçün o söz birləşməsi sayılmır. Bir yanlışdır.
İsimdən düzələn sifət işlənibdir. İsimdən düzələn sifət qarşılıqsız olan, isimdən düzələn sifət deyil, qarşılıqsız olan, saf olan, birlikdə mürəkkəb feildir. Ona görə burada sifət yoxdur. Yəni qarşılıqsız sifət deyil, qarşılıqsız olan mürəkkəb feildir. Bu səhvdir. 1 və 4-cü sözlər birbirlə məna və qrammatik cəhətdən bağlıdır. 1 və 4 ana varlıqdır. Bəli, bu doğrudur. İkinci sözdə hal şəkilçisi ilə omonim şəkilçi işlənib. Məhəbbəti qarşılıqsız olan, deməli, burada ana məhəbbətə qarşılıqsız olan və saf olan bir varlıqdır. İkinci sözdəki hal şəkilçisi ilə omonim şəkilçi işlənib. Hal şəkilçisi ilə omonim. Buradakı i qrammatik şəkilçidir və eyni zamanda hal şəkilçisi ilə omonimlik təşkil edir. Məhəbbəti qarşılıqsız olan. Daha sonra, yəni burada dördüncü fikirdə doğru fikir oldu. Çünki oradakı i mənsubiyyət şəkilçisidir və hal şəkilçisi ilə omonimdir. 5-ə baxaq. Asıl tərəf qeyri-müəyyən yerli iki halda olan isim birləşmə mübtədi rolundadır. Burada mübtədi rolunda olan anadır. Ana məhəbbəti isim birləşmə yaradaraq, yəni mübtədi olmur. 5 səhvdir. Doğru cavab olur 3-4, yəni A variantı. Növbəti sual 24. Ağıllı adam ağlından istifadə edər. Daha ağıllı adam başqalarının ağlından istifadə edər. Cümlənin təhlilinə aid doğru fikri tapmalıyıq. Deməli, söz birləşmələrinin hamısının əsas tərəfi isimlə ifadə olunubdur. Baxaq, söz birləşməsinin hamısının əsas tərəfi ağıllı adam, söz birləşməsi əsas tərəfi isimdir. Ağıllı adam, burada da adam isimdir. Başqalarının ağlından istifadə edər. Başqalarının ağlından söz birləşməsində ağıl yenə isimdir. Deməli, söz birləşməsinin hamısının əsas tərəfi isimlə ifadə olunan fikri doğru fikirdir. Söz birləşmələrinin hamısı cümlə üçün ifadə vasitəsidir. Nə edər? İstifadə edər. Nədən? Ağlından. Nədən? Ağlından. Kim? Adam. Hansı adam? Ağıllı. Burada ağıllı adam birlikdə cümlə üzvü deyil, ayrılaraq ayrı-ayrı cümlə üzvü götürüldüyü üçün bütün söz birləşmələrinin hamısı cümlə üzvlərinin ifadə vasitəsi fikri yanlışdır. Çünki ayrılaraq ayrı-ayrı cümlə üzvü olur. Söz birləşmələrinin hamısında asıl tərəf sifətlə ifadə olunubdur. Ağıllı sifət, başqaları sifətli sadəcə isimin şəkilçilərini qəbul etdiyi üçün isimli sualına cavab verir. Bu da doğrudur. 1-3. Fərqləndirilən birləşmədə başqalarının ağlından yalnız cəm və hal şəkilçisi işlənib. Başqalarının. Burada yalnız cəm mənsubiyyət, cəm hal deyil, eyni zamanda mənsubiyyət şəkilçisi var. Bu səhvdir. Doğru cavab 1-3 olur B-də. Sual 25. Gərginlik artıran söz birləşməsinin tərəflərinin təhlilinə aid olan fikirlər hansıdır? Əsas tərəfin kökü, yəni doğrunu tapmalıyıq. Əsas tərəfin kökü, əsas tərəf artıran. Asıl tərəfdən fərqli olaraq quruluşca düzəltmə olan feildir. Artmaq, artır, artıran. Bəli, söz düzəltmə sözdür. Əsas tərəfin kökü asıl tərəfdən fərqli olaraq. Gərginlik sözündə gər, gərgin, gərginlik. Quruluşca düzəltmə olan feildir. Sözün kökü, deməli, əsas tərəfin kökü aslı tərəfdən fərqli olaraq quruluşca düzəltmə olan feildir. Əsas tərəfin kökü necə düzəltmə ola bilər ki? Sözün kökü düzəltmə olmaz axı. Sözü kök şəkilçi ayırıb, onun düzəltməsi leksik şəkilçisini ayırırıq. Bu fikir yanlış fikirdir. Yəni, sözün kökü quruluşca düzəltmə ola bilməz. Bu ümumiyyətlə yanlış fikirdir. İkinci tərəf feildən düzələn sifətdir. Feildən düzələn sifət. İkinci tərəf artıran sözdür. Feildən düzələn feildir. Feildən düzələn sifət yox, feili sifətdir burada anan. Yanlışdır. Asıl tərəfin kökü gərilmiş sözü ilə eyni köklük deyil. Asıl tərəfin kökü gərmək feilidir. Gərilməkdə də gər, gəril. Eyni köklü də eyni köklü deyildir. Yanlışdır. Hər ikisinin tərkibində 2 şəkilci var. Art, artır, artıran 2. Gərginlikdə də 2-dir. Doğrudur. Asıl tərəf yerlik halda olan isimdir. Gərginlik artıran, gərginliyi artıran. Yerlik yox, qeyri-müəyyən təsir 2 haldadır. Cavab oldu D. 26. Hansı söz birləşməsinin növü ilə bağlı məntiqi ardıcıllığı tamamlayın. Mənim yazdığım feili birləşmədir. Sənin gördüyün feili birləşmədir. Deməli, biz feili birləşmə axtarmalıyıq. Mətndəki sözlər isim birləşmədir. Yaxşı oxumaq feili birləşmədir. Elə cavab deyildi. Neft fontanı isim birləşmədir. Oxuyan şagird ismi birləşmədir. Onun baxmağı ismi birləşmədir. Yəni, onun baxmağı üçüncü nöqtənin söz birləşməsidir. İsim birləşmə sayılır. Doğru cavab oldu D-də. Sual 27-yə baxırıq. Aslı tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşmədir. Aslı tərəf düzəltmə sözlə ifadə olunan ismi birləşmə alıcının qazandırdığı
Burada dık plus mənsubiyyət feil sifətin şəkilçisi var və bu isim birləşmə yox, feili birləşmədir. Tərgitmək qorxusu ismi birləşmədir, lakin asıl tərəf düzəltmə deyil. Tərgitmək sadə sözdür. 2 də yanlışdır. Yaşamaq arzusu isim birləşmədir. Yaş, yaşa, yaşamaq düzəltmədir. 1-i 3-dür. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan feili birləşmədir. Qanı qaralmaq frazoloji birləşmə olduğu üçün feili birləşmə sayılmır. Evdə yatızdırmaq. Burada deməli maq-məqməslər var. Feili birləşmədir. Əsas tərəfi yatızdırmaq düzəltmə feildir. Yat, yatızdırmaq düzəltmədir. Doğrudur. Pullarını itirəndə. İtirəndə feili bağlamadır. Feili birləşmədir. Əsas tərəf it, itir, itirəndə. Burada deməli feili birləşmədir və düzəltmədir. Doğru cavab olur 2, daha doğrusu 3, 5, 6, yəni B variantı. Sual 28. Cümlədə əsasən bütün doğru fikirləri müəyyən edin. Əgər cümlədə feili birləşmə işlənibsə, ən azı bir sintaktik vahid qurulucu mürəkkəbdir. Deməli, əminliklə demək olar ki, əgər feili birləşmə işlənibsə, cümlədə ən azı bir sintaktik vahid qurulucu mürəkkəbdir. Yəni, söz birləşməsi şəklindədir. Söz birləşməsi olduğu üçün cümlə üzvü mürəkkəb sayılacaqdır. Bu fikir əminliklə demək olar, yəni doğrudur. Cavabımızın biri olacaqdır 1. Əsas tərəfi xəbəri şəkilçisi qəbul etməyən söz birləşməsi var. Feili sifət və ya məstərin ifadə olunarsa, xəbəri şəkilçisi qəbul edə bilər. Əminliklə deyə bilmərik bunu. Yəni 2 olmaz. İndi isə əminliklə demək olmaz, yəni ehtimal olunacaq cavabları götürməliyik. Ən azı 2 feil işlənmişdir. Əminliklə deyə bilmərik. Ola bilər ki, feili birləşmənin hər iki tərəfi feildən ibarət olsun, ya da ola bilər ki, feili birləşmədə birinci tərəf feil olmasın. Bunu əminliklə demək olmaz. Leksik mənası olan ən azı 2 söz var. Bu isə əminliklə deyə bilərik, çünki feili birləşmə varsa ən azı 2 leksik mənası olan, əsas yəni nitq hissəsindən ibarət olmalıdır ki, söz birləşməsi feili birləşmə yaratsın. Bu da əminliklə deyilə biləcək üçün götürülmür. Cavab olur 1-3, yəni D variantı. Daha sonra sual 29. Hansı cümlələrdə isim birləşmə olub olmadığını əminliklə demək olur? Hakim qadın ilə danışanda onun gəlmədiyini gözləyirdim. Bunu 2 cür düşünmək olar. Hakim qadın birinci növ, bir də hakim qadın ilə danışanda 2 cür düşünmək olar. Lakin burada onun gəlməyini əminliklə deyirik ki, isim birləşmə işlənibdir. Biri birdir. Dekan məsləhətçisi gəlməmiş yeni söhbətə başlamışdı. Bir də dekan məsləhətçisi 2 cür düşünmək olar. Həm söz birləşməsi şəklində, ikinci növ eyni zamanda söz birləşməsi olmaya da bilər. Lakin burada yeni söhbət, birinci növdən söz birləşməsi var. Əminliklə deyirik ki, isim birləşmə var. Nadir kitabları hələ də köhnə evində saxlayırdı. Bu nadir kitablar, hansı kitablar sifət olduqda birinci növ olur. Bir də şəxs olaraq nadir saxlayırdı, birinci növ yaratmır. Lakin köhnə evində, burada birinci növ, köhnə ev, birinci növ təyin söz birləşməsi var. Əminliklə deyirik ki, söz birləşməsi, yəni isim birləşmə var. Sonra 1, 2, 3, 4-ə baxaq. Sabah təkcə sən gəlib bu sənədləri götürərsən. Bu sənəd əminliklə deyə bilirik ki, birinci növ təyin söz birləşməsi, yəni isim birləşmə var. Qəzəblənmək üçün hər tərəfdə əsas var, lakin səbəb olduqca azdır. Hər tərəfdə birinci növ təyin söz birləşməsidir, burada da var. Yəni, bütün cavablarda isim birləşmənin olub-olmadığını əminliklə deyə bilirik ki, bütün cavablarda isim birləşmə var. Cavab olur E, yəni hamısı. Sual 30-a baxaq. Bütün uyğun cümlələri, məqamları müəyyən edin. Vətən uğrunda döyüşən hər kəsə bu xalq borcludur. Borcludur. Kim xalq? Hansı xalq bu xalq? Kimə hər kəsə? Hansı vətən uğrunda döyüşən? Cümlədə feili birləşmə daxilində isim birləşmə var. Vətən uğrunda döyüşən burada feili birləşmədir. Lakin bunun daxilində isim birləşmə yox. Çünki uğrunda köməkçi nitq hissəsidir. Haqqında, haqda, uğrunda, barəsində, barədə və köməkçi nitq hissəsi olduğu üçün bu söz birləşməsi sayılır. Burada fikir yanlışdır. Doğru olmadığı üçün 1 götürülmür. Bugün çox maraqlı hadisə olmuşdu. Cümlədə mürəkkəb söz və 2 isim birləşmə var. Bugün mürəkkəb sözdür. Çox maraqlı da çox ədatdır. Söz birləşməsi yaratmır. Maraqlı hadisə söz birləşməsidir. Burada cəmi 1 söz birləşməsi var. Maraqlı hadisə. 2 söz birləşməsi yoxdur. Bu yanlışdır. Sakit okeanda gözləmədiyi hadisə ilə qarşılaşdı. Kim? Sakit. Bir bunu bu cür düşünmək olar. Bir də sakit okeanda.
Sakit okean, hansı okean? Sakit okean. Birinci nöqtənin söz birləşməsi kimi düşünmək olar. Ona görə də burada cümlədə söz birləşməsinin sayını dəqiq demək olmur. Yəni, sakiti mübtədə kimi düşünsək, sakit okean kimi düşünməsə söz birləşməsi yaratmır. Amma sakit, yəni mübtədə olduqda, amma sakit okean artıq sakit okean birinci nöqtənin söz birləşməsi kimi də düşünə bilərik. Yəni, burada əminlik deyə bilmirik ki, söz birləşməsinin sayı neçədir. Ona görə doğru cavabın biri olur 3. Uşaqlar onu gözləmədən çıxıb getdilər. Nə etdilər? Çıxıb getdilər. Kim uşaqlar? Necə tərsə onu gözləmədən. Cümlədə fe'li birləşmənin asıl tərəfi fe'li bağlama tərkibidir. Fe'li birləşmə onu gözləmədəndir və bunun asıl tərəfi əvəzlikdir. Fe'li bağlama tərkibinin asıl tərəfində, yəni fe'li birləşmə, daha doğrusu fe'li birləşmənin asıl tərəfində fe'li bağlama yoxdur. Bu yanlış fikirdir. İndi ən ürək yatan fəsildir. Cümlədə söz birləşməsinin asıl tərəfi, yəni ürək yatan fəsildə, ürək yatan sözü, sönməz işıq birləşməsinin asıl tərəfi eyni səsdir. Ürək yatan mürəkkəb sifətdir, sönməz də sifətdir, düzəltmə sifətdir. Eyni nitq səsi olduğu üçün bu doğrudur. Cavabın biri də olur 5. Yəni cavab 3, 5, E variantı. Sual 31. Bütün doğru fikirləri müəyyən edin. Qabilin əvəzinə görüşə özüm gedəcəyəm. İşarələnən hissə söz birləşməsi deyil. Bu doğru fikirdir, çünki burada əvəzinə köməkçi nitq hissəsidir və söz birləşməsi yaratmır. Doğrudur. Zakirin kitablarını oxumaq mənə qismət olmayıb. Qismət olmayıb kimə, mənə? Nə? Zakirin kitablarını oxumaq. Cümləsində fərqləndirilən hissə fe'li birləşmədir. Bəli, məsdər tərkibidir. Bu da doğrudur. İsmin 4 kateqoriyası uzlaşma əlaqəsinin göstəricisi ola bilər. İsmin 4 kateqoriyası uzlaşma əlaqəsinin göstəricisi ola bilər fikri yanlışdır. Çünki uzlaşma əlaqəsinin göstəricisi şəxs xəbəri işə keçiləri, eyni zamanda, yəni burada deməli, mənsubiyyət çəkicilərdir. Şəxs sonluqlar, bir də mənsubiyyət çəkiciləri. 4 kateqoriya yox. Yəni, orada hal şəkilçiləri uzlaşma əlaqəsinin göstəricisi deyil. Hal şəkilçisi idarə əlaqəsinin göstəricisidir. Bu yanlışdır. Tərkibində 4 söz olan fe'li birləşmə mütləq qurulucu mürəkkəb olacaq. Yanlışdır mütləq sözünə görə. Çünki orada ikisi əsas, ikisi köməkçi nitq hissəsidirsə, artıq sadə olacaq, mürəkkəb yox. İsa bulağı mürəkkəb adı olduğu üçün isim birləşmə hesab olunmur. İsa bulağı həm mürəkkəb adı, həm də İsa bulağı, İsa'nın bulağı. İkinci nöqtəyinin söz birləşməsi sayılır. Bu da yanlış olduğu üçün götürülmür. Cavab olur yalnız 1-2, yəni B variantı. Sual 32. Hansı nümunələrdə altına xətt çəkilən söz cümlədəki fe'li birləşməyə daxil deyil? Bu məktəbdə oxuyan şagirdlər daim uğurları ilə hamının başını uca etmişlər. Başını uca etmişlər. Kim? Şagirdlər. Hansı şagirdlər? Bu məktəbdə oxuyan. Burada anan fe'l sifətdir və bu fe'l sifət tərkibinə daxil olur. Müstəqil xəbər, yəni müstəqil təyin kimi götürülmür. Burada fe'li birləşməyə daxildir. Bizdən isə daxil olmayanları soruşduğu üçün biri götürmürük. Qadir dünən bizim şirkətimizdə işləmək üçün müraciət etmişdi. Müraciət etmişdi. Kim? Qadir. Burada altına xətt çəkilmiş söz tərkibə daxil deyil. Yəni işləmək məqmək məsdərdir. Tərkibə daxil deyil. Müstəqildir. 1-2-dir. Daha sonra Nadir İlkinin bacarığına heyran qalırdı. Heyran qalırdı. Nəyə? İlkinin bacarığına. Kim? Nadir. Düzdür. Nadir burada müstəqildir. Lakin cümlədə fe'li birləşmə yoxdur ki, fe'li birləşməyə daxil olsun, yaxud da daxil olmasın. Bacarıq burada ilkinin bacarığına fe'li birləşmə yox, ismi birləşmədir. Yəni burada fe'li birləşmə olmadığı üçün fe'li birləşməyə daxil deyil fikri doğru fikir deyil. Yəni ümumiyyətlə burada fe'li birləşmə yoxdur ki, onun tərkibinə daxil olsun. Biz əvvəlcə axtarmalıydıq fe'li birləşmə olsun, onun tərkibinə daxil olmasın. Bu cümlədə fe'li birləşmə olmadığı üçün 3-ü götürmürük. Uşaq əllərini anasına uzadaraq, burada uzadaraq fe'li bağlama var. Onun qucaqlamasını arzulayırdı. Arzulayırdı kim? Uşaq. Burada fe'li birləşmə var. Əllərini anasına uzadaraq. Lakin uşaq burada fe'li birləşməyə daxil deyil. Ona görə 4-ü götürürük. Bəzən babam sağ olanda anda yəni fe'li birləşmə var. Biz də şəhərə gedərdik. Gedərdik nə vaxt, nə zaman? Babam sağ olanda tərkib yaradır. Lakin bəzən burada müstəqil cümləsi olur. Nə vaxt, nə zaman? Bəzən. Bu isə tərkibə daxil olmadığı üçün cavabın biri də olur 5. 2, 4, 5, yəni E variantında. 33. Hansı tipə uyğun söz birləşməsi qurmaq mümkün deyil? Asıl tərəfi qrammatik şəkilçi qəbul edən və qeyri-müəyyən yiyəlik halda olan sadə isim birləşmə. Bu söz birləşməsinə aid nümunə deyə bilərik ki,
Atalar sözləri. Atalar sözləri ismi birləşmədir və asıl tərəfdə lar cəm şəkilçisi var, yəni qrammatik şəkilçi var. Qeyri-müəyyən yerlik haldadır. Atalar sözü qeyri-müəyyən yerlik haldadır. Bəli, ismi birləşmədir və sadədir. Bu, yəni işlədə bilərik. Asıl tərəfi təsiri kalı sözlə ifadə olunan ismi birləşmə. Evi təmizləyəndə gələn. Evi təmizləyəndə gələn. Burada asıl tərəfdə təsiri kalı söz var. Bizdən ismi birləşmə deyir. O, bayaq dediyim nümunə feili birləşmədir. İsmi birləşmədə aid nümunə göstərmək olar. Uşağın, məsələn, yeməyini yeməsi ismi birləşmədir. Tərkibində yeməyini, orada təsiri kalıdır. Yəni, bu şəkildə də söz birləşməsi işlətmək olar. Əsas və asıl tərəfi feillə ifadə olunan feili birləşmə. Danışanların oxuması, danışanların yazması. Danışanların yazması yox, o olacaqdır isim birləşmə. Deməli, feili birləşmə işlədək. Deməli, məsələn, deyə bilərik, danışa-danışa baxan. Orada, deməli, danışa-danışa baxanda, danışa-danışa feili bağlama baxanda feil sifət. Əsas və asıl tərəf feil ifadə olunan feili birləşmə demək olar. Tərkibi yalnız feillərdən ibarət olan isim birləşmə. Oxuyanların danışması. Orada isim birləşmədir və hər iki tərəfi feillə ifadə olunub, bu da olar. Asıl tərəfi qoşmalı təsiri kalı sözlə ifadə olunan birləşmə. Axı, qoşma təsiri kalı sözlə işlənə bilməz. Yəni, asıl tərəf təsiri kalınan sözlə ifadə olunan birləşmə olar. Lakin, qoşmalı təsiri kalı sözlü olmaz. Çünki qoşma təsiri kalınan işləmir. Yanlış olan E variantıdır. Sual 34. Hansı variantda fərqləndirilən sözü çıxarsaq, altından xətt çəkilən söz birləşməsinin növü dəyişər. İndi hakimin qərarını gözləmək lazımdır. Lazımdır nə? Hakimin qərarını gözləmək. Hakimini silsək də, silməsək də bu məsləhət tərkibi, yəni feili birləşmədir. Bilirəm ki, onun övladları üçün etdiklərini çox insan heç özü üçün etmir. Onun övladları üçün etdiklərini feili birləşmədir. Onunu silsək, övladları üçün etdiklərini yenə də feili birləşmə olacaq, növü dəyişməyəcək. Sənin evə bir neçə saat gec gəlməyin məndə şübhə oyadır. Sənin gəlməyin, burada isim birləşmədir. Üçüncü nöqtənin söz birləşməsini yaradır. Lakin sənini silsək, evə bir neçə saat gec gəlməyin məndə şübhə oyadır. Artıq olacaqdır məsləhət tərkibi, yəni feili birləşmə. Elə söz birləşməsinin növü dəyişəcək C variantında. Mənim yeni və qazanclı işim inanıram ki, ölkəyə səs salacaq. Mənim işim, üçüncü nöqtənin söz birləşməsi olacaqdır. Mənimi silsək, inanıram ki, ölkəyə səs salacaq. Nə? İşim, hansı işim, qazanclı işim, hansı işim, yeni. Burada qazanclı iş, yenə də isim birləşmə olacaqdır. Yəni, söz birləşməsinin növü isim birləşmədən feili birləşməyə keçməyəcək. Daha sonra, mənim xəyal etdiklərim nə zaman real olacaq? Mənim xəyal etdiklərim feil sifət olduğu üçün xəyal etmək burada olacaqdır. Mənim xəyal etdiklərim feili birləşmə. Burada mənimi silsək, xəyal etdiklərim nə zaman real olacaq? Real olacaq. Nə? Xəyal etdiklərim. Xəyal etmək də artıq söz birləşməsi yaratmayacaqdır. Söz birləşməsinin növü dəyişməyəcək. Ümumiyyətlə, bu söz birləşməsi olmaqdan çıxacaqdır. Yəni, artıq mürəkkəb feil olacaqdır. Söz birləşməsinin növü dəyişən oldu C variantında. Yəni, isim birləşmə feili birləşməyə çevrilər. Növbəti sual 35. Tərgitdiyim adətim ləngiməyin nəticəsi, ortaq və fərqli cəhətləri tapmalıyıq. Söz birləşməsinin asıl tərəfi qurucu düzəltmə olan feildir. Asıl tərəf tərgitdiyim, ləngiməyin. Tərgitmək sözü sadə sözdür. Ona görə də qurucu düzəltmə olan feildir deyilsə, ləngimək düzəltmə olsa da tərgitmək sadə olduğu üçün ortaq yox, fərqli xüsusiyyət olar. Asıl tərəfində, deməli, asıl tərəfində feili bağlama işlənməyən ismi birləşmədir. Tərgitdiyim adətim, ləngiməyin nəticəsi. Hər ikisi ismi birləşmədir. Asıl tərəfində feili bağlama işlənməyən. Tərgitdiyim feil sifət, ləngimək də məstərdir. Hər iki tərəfində, deməli, hər ikisində feili bağlama olmadığı üçün iki ortaq fikirdir. Fərqli cəhətlər, asıl tərəfi sifətdən düzələn feillə ifadə olunubdur. Ləng, necə ləng, ləngimək. Bəli, asıl tərəf sifətdən düzələn feildir. Birinci sadə, ikinci düzəltmə olduğu üçün fərqli xüsusiyyətdir. 3-ü götürürük. Asıl tərəf izah edici roldadır. Adətim, hansı adətim? Tərgitdiyim adətim. Tərgitdiyim adətim birinci nöqtənin söz birləşməsidir. Ləngiməyin nəticəsi isə üçüncü nöqtənin söz birləşməsidir.
Və asıl tərəf isə ayıcı roldadır. Birinci haqqında, A haqqındadır. Bu da fərqli xüsusiyyətdir. İkinciyə çünki aid deyil. Asıl tərəf feildən düzəlib, feili sifətdir. Ləngitməyin məstərdir. Lakin tərk etdiyim adətim feili sifətdir, amma düzəltmə deyil. Sadə olduğu üçün feildən düzəlib fikri yanlışdır. Cavab olur 2, 3, 4, yəni C variantı. Daha sonra sual 36. Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. Cümləsi üçün hansı doğru fikirlər xoşbəxt ola bilmək üçün istəyimizə nail olmalıyıq? İstədiyimizə nail olmaq üçün isə onun kimi səbirli olmalıyıq. Cümləsi üçün yanlışdır. Əvvəlcə birinci cümlə haqqında doğruları tapaq. Gəlik hallı sözlərdən biri xəyal insan yaradıcılığının, insanın yaradıcılığının nə sualına cavab verir? Bəli, qeyri-müəyyən gəlik haldadır. Bu birinci cümlə haqqında doğrudur. Altına xətt çəkilən hissə söz birləşməsidir. İnsan yaradıcılığı, bəli, söz birləşməsidir. Bu da doğrudur. Tünd rənglə fərqləndirilən hissə müstəqil şəkildə cümlə üzvü rolunda olan söz birləşməsidir. Aktın başlanğıcıdır. Hansı aktın? Yaradıcı. Burada tünd rənglə fərqləndirilmişsə müstəqil şəkildə cümlə üzvü rolunda olan söz birləşməsi deyil. Çünki aktın başlanğıcıdır. Birlikdə olur. Yaradıcı isə ayrılıqda cümlə üzvü olur. Bu fikir yanlışdır. Tünd rənglə fərqləndirilən söz birləşməsinin tərkibində həm sadə olan, həm də sadə olmayan söz tapmaq mümkündür. Yaradıcı düzəltmə akt sadədir. Bu da doğrudur. İndi isə digəri haqqında yanlışı tapaq. Xoşbəxt ola bilmək üçün istəyimizə nail olmaq üçün isə onun kimi səbirli olmalıyıq. Gəlik hallı sözlərdən biri nə sualına cavab verir? Yəni, qeyri-müəyyən gəlik halda sözü axtarmalıyıq. Bu cümlədə qeyri-müəyyən gəlik halda yox, müəyyənlikdə var. O da onun kimi səbirli olmalıyıq. Burada nə sualına cavab verə bilmir. Çünki qeyri-müəyyən gəlik halda deyil. Bu yanlışdır. Altına xətt çəkilən hissə söz birləşməsidir. Xoşbəxt ola bilmək mürəkkəb feildir, mürəkkəb sözdür. Söz birləşməsi, yəni söz birləşməsi deyil. Kömək edə bilmək, yardım edə bilmək, xoşbəxt ola bilmək mürəkkəb feildir. Bu yanlışdır. Tünd rəngdə fərqləndirilən hissə 3-ə baxmırıq, çünki onsuz da 3 birinci haqqında yanlış idi. 4-ə baxaq. Tünd rəngdə fərqləndirilən söz birləşməsinin tərkibində həm sadə olan, həm də sadə olmayan söz tapmaq mümkündür. Nail olmaq mürəkkəb, istədiyimizə sadədir. Bəli, sadə olan, sadə olmayan da var. Bu da doğrudur. İkinci cümlə haqqında doğru olanı götürmürük. Birinci cümlə haqqında doğru, ikinci cümlə yanlış olanlar 1 ilə 2-dir. Yəni olur A variantı. Sual 37. Hansı söz birləşməsinin birinci tərəfinə əsasən demək olar ki, mənsubiyyət çəkicisi qəbul edən sözlə əlaqələnmiş yəlik halda olan söz müəyyən yəlik halda işləməyə də bilər? Dərslərin çoxluğu onsuz da müəyyən yəlik haldadır. Bulaq suyu, bulağın suyu, dost qapısı, dostun qapısı. Mənim kitabımda da müəyyən yəlikdə işlənib. Culfa düzənliyi, culfanın düzənliyi deyə bilmirik. Yəni, burada culfa qeyri-müəyyən yəlik haldadır. Müəyyən yəlik halda olan deməli, söz kimi işlənməyə də bilər. Yəni, burada yəlik halda olan söz müəyyən yəlik halda işləməyə də bilər. Cavab olur B variantı. Qol saatı da, yəni bu tip nümunəyə aiddir ki, orada da 2-ni 3-cü nöqtənin söz birləşməsinə çevirə bilmirik. Daha sonra növbəti sual 38. Uyğunsuzluq əmələ gətirib, yəni yanlışdır. Feili birləşmənin asıl tərəfində isim birləşmə işlənə bilməz. Bu yanlış fikirdir. Feili bağlama yaxud da feil sifət məstər tərkibində asıl tərəfdə isim birləşmə ola bilər. İşlənə bilməz deyil. Bu fikir yanlışdır. Burada da yanlış olduğu üçün bu uyğunluqdur, uyğunsuzluq deyil. Uyğunluq yaratdığı üçün biri cavab olaraq götürə bilmirik. 2-yə baxaq. Artıq ay daha sözləri birləşmənin asıl tərəfi kimi işlənə bilər, işlənməyə də bilər. Ay və daha sözləri köməkçi intik hissəsidir. Heç vaxt söz birləşməsinin nə asıl, nə də əsas tərəfi ola bilməz. Deməli, burada işlənə bilər fikri yanlışdır. Burada doğru yazıldığı üçün uyğunsuzluqdur. Cavabın biri olur 2. Akifin yeni göndərdiyi birləşməsində ilk sözü çıxarılsa, yəni Akifin, söz birləşməsinin növü dəyişməz. Doğrudur. Akifin yeni göndərdiyi olur feili birləşmə. Akifin isə yeni göndərdiyi yeni feili birləşmədir. Bu doğru. Burada doğru olduğu üçün uyğunluqdur. Bizdən uyğunsuzluq istəyir. Sizin üçün çalışması asıl tərəfi yəlik hallı əvəzli işlərin isim birləşmədir. Sizin üçün çalışması isim birləşmə deyil. Çünki burada deməli
Sizin üçün çalışması. Baxmayaraq ki, yəlik hal şəkilçisi var. Araya qoşma daxil olduğu üçün bu artıq isim birləşmə sayılmır. Bu fikir yanlışdır. Burada da doğru olduğu üçün uyğunsuzluqdur. 4-dür. Sabah yeni kitab alacağam cümləsində söz birləşməsində cümlə üzvü ifadə vasitəsidir. Söz birləşməsi cümlə üzvü ifadə vasitəsidir. Ne edəcəyim, alacağam, nəyi, kitabı, hansı kitabı, yeni, nə vaxt, nə zaman, sabah. Burada heç bir cümlə üzvü söz birləşməsindən ifadə olunmayıbdır. Fikir yanlış. Burada yanlış olduğu üçün uyğunluqdur. Uyğunsuzluq yaradır 2 və 4-dən. Yəni cavab olur B variantı. 4-ü təkrar deyim, qarışdırmayın. Sizin üçün çalışması ismi birləşmə sayılmır. Daha sonra 39. Aşağıda nümunələrə əsasən cədvəldən uyğun fikirlərin sayını müəyyən edin. Onun arzusu savadlı müəllim olmaq idi. Savadlı müəllim olmaq idi. Nə? Onun arzusu. Bunları düşünəndən sonra razılaşdı. Razılaşdı. Nə vaxt, nə zaman? Bunları düşünəndən sonra gəzirdik. Haranı? Kəndin aşağısını zəng etdilər. Yalnız bir cümləyə aid olan fikirdir. Fe'li bağlama tərkibi var. Heç birində fe'li bağlama yoxdur. Burada N plusdən sonra gəlibdir. Bu fe'l sifət tərkibidir. Fe'li bağlama tərkibi heç birində işlənməyib. Hamısı haqqında yanlışdır. Zərf ismi birləşmənin əsas tərəfi kimi işlənir. Birinci cümlədə zərf yoxdur, 2-də də yoxdur. Üçüncü cümlədə zərf aşağıdır və burada ismi birləşmənin əsas tərəfidir. Bu yalnız biri haqqında doğru olduğu üçün 2-dir cavab. Hər üçü cümləyə aid olan fikirdir. İsim birləşmə cümlə üzvü ifadə vasitəsidir. Onun arzusu isim birləşmədir və cümlə üzvü ifadə vasitəsidir. Lakin ikinci cümlədə isim birləşmə yoxdur. 3-də də var, 2-də yoxdur. Ona görə bu iki cümlə haqqında doğru, bir cümlə haqqında yanlışdır. Yəni hər üç cümləyə aid olan fikir olaraq bu sxem, yəni bu sxemə uyğun deyil. Buradakı cədvələ uyğun deyil. Fe'li bağlama tərkibi işlənməyib, bəli, üçündə də işlənməyibdir. Bu doğrudur. Məstər işləndiyi nümunədə tərkib yaradıb. Bu da heç birinə aid olmayan fikirdir deyir. Savadlı müəllim olmaq burada tərkib yaradıb. İkincidə və üçüncüdə yoxdur. Bu yalnız biri haqqında doğru fikirdir. 5 yazılmalıydı bu xanada. Yanlış yerdə yazıldığı üçün 5 də yanlışdır. Yəni heç birinə aid olmayan fikirdir, yanlışdır. Biri haqqında doğruydu. Cavab olur 2-4. Say soruşduğu üçün yəni olur 2 dənə. Sual 40. Uyğunluğu müəyyən edin. Məstər tərkibi, fe'l sifət tərkibi, fe'li bağlama tərkibi. Onlar dəstək ola bilməyənləri aparsınlar. Aparsınlar kim onlar? Dəstək ola bilmək söz birləşməsi deyil, çünki mürəkkəb fe'ldir. Burada yəni A-nı heç birinə götürə bilmirik. A olan cavablar A variantı, C variantı, E variantı, B variantı gedir. B-yə baxaq. Azərin dərs oxuması bizi təəccübləndirdi. Azərin oxuması isim birləşmədir. İsim birləşmə soruşulmadığı üçün B olan cavablar da gedir. B-də olmaz. Xəstə cana gələndə sağalmağı da sürətlənir. Cana gəlmək frazoloji birləşmədir. Amma xəstə cana gələndə artıq fe'li birləşmə, yəni fe'li bağlama tərkibi yaradır. Ona görə 3-ə olur C. Kənddə olmaq arzusu yoxdursa bəhanə tapılar. Deməli, yoxdursa nə yoxdur arzusu? Nə arzusu? Kənddə, deməli, yoxdursa, nə? Kənddə olmaq arzusu. Məstər tərkibi. Kənddə olmaq, yəni yaşamaq mənasındadır. Məstər tərkibi yaranıbdır. Və burada məstər tərkibi işləmiş nümunə D-yədir. Yəni, kənddə olmaq mürəkkəb söz yox, məstər tərkibidir. Yəni, söz birləşməsidir. Bəziləri elm uğrunda canını fəda edənlərdir. Elm uğrunda canını fəda edənlərdir. Kim? Bəziləri. Burada elm uğrunda canını fəda edənlər anən fe'l sifət var. Fe'l sifət tərkibidir. 2-yə də götürürük eyni. Ağlı başına gələndən sonra hər şey üçün gec olur. Üçün gecidir. Ağlı başına gəlmək frazoloji birləşmədir. Bu da söz birləşməsi olaraq, yəni fe'li sifət və fe'li bağlama ya da məstər tərkibi sayılmır. Ümumiyyətlə fe'li birləşmə götürülmür. Cavab oldu 1-ə D, 2-yə Y, 3-ə C, yəni D variantı. Sual 41. Qoşma işlənməsi isim birləşmə kimi qalan nümunəni müəyyən edin. Evə tərəf gedən adamlar geri gəldilər. Burada tərəf qoşmadır. İşlənməsə evə gedən ismi yox, fe'li birləşmə olar. Sənə görə aldığım materialları qaytar. Görə qoşmadır. Sənə aldığım, bu da ismi yox, fe'li birləşmə yaradar. Sənin üçün oxumağın vacibdir. Vacibdir. Nə oxumağın? Kim üçün? Sənin üçün. Bu məqamda isim birləşmə yoxdur. Lakin burada qoşmanı silsək, üçünü vacibdir. Nə? Sənin oxumağın. Artıq burada isim birləşmə yaranar. Onun üçün kitabı əzizdir. Bu da eyni qayda üçüncüdəki kimidir. Üçünü silsək, əzizdir. Nə? Onun kitabı. Artıq söz birləşməsi yaranar.
Burada üçün qoşmalar olanda söz birləşməsi sayılmır. Lakin üçün qoşmaları silsək ism birləşmə yaranır. Cavab olur 3, 4, yəni E variantı. Növbəti sual 42. Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir. Cümləsi ilə bağlı doğru fikirdir. Altına xətt çəkilən hissə hər iki tərəfi eyni qrammatik mənalı isim birləşmədir. Böyük sifətdir, düşmən isə isimdir. Eyni qrammatik mənada deyil. Nə sualına cavab verən adlı qalda olmayan sadə söz birləşməsi, sadə söz isim birləşmənin asıl tərəfidir. Nə sualına cavab verən adlı qalda olmayan deyilsə, ya qeyri-müəyyən təsiri, ya qeyri-müəyyən yerlik haldadır və isim birləşmənin asıl tərəfidir. Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir. Deməli, düşüncə qabiliyyətini öldürən ən böyük düşmən, düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir. Nədir? Vərdişdir. Burada vərdiş xəbərdir. Nə? Düşmən burada mübtədədir. Hansı düşmən böyük? Hansı düşüncə qabiliyyətini öldürən? Burada nə sualına cavab verən adlı qalda olmayan sadə söz isim birləşmənin asıl tərəfidir, yox fe'li birləşmənin. Düşüncə qabiliyyəti, düşüncənin qabiliyyəti. Nə sualına cavab verir? Adlı qalda deyil, lakin ismi yox fe'li birləşmənin asıl tərəfidir. Fikir səhvdir. Tünd qara rəngdə söz çıxarılsa, yəni pis sözü, söz birləşməsi ilə ifadə olunan cümlə üzvünün sayı azalacaqdır. Burada vərdişdir. Hansı vərdişdir? Pis. Bu, yəni onsuz söz birləşməsi, yəni bunun çıxması ilə söz birləşməsi ilə ifadə olunan cümlə üzvünün sayı azalmayacaq. Çünki o söz birləşməsindən ifadə olunmamışdır. Ayrıqda cümlə üzvü kimi götürülübdür. Ona görə C də yanlışdır. Söz birləşmələrindən yalnız fe'l sifət tərkibi cümlə üzvünün ifadə vasitəsidir. Vərdişdir. Hansı vərdiş? Pis. Nə? Düşmən. Hansı düşmən? Böyük. Böyük düşmən, pis vərdiş söz birləşməsi olsa da ayrı-ayrı təhlil olunur. Lakin burada bircə dənə fe'l sifət tərkibi cümlə üzvünün ifadə vasitəsidir. Ona görə doğru cavab D-dir. Kökü sifət olan isim. Söz birləşməsinin əsas tərəfidir. Tamamlığın ifadə vasitəsidir. Baxaq, kökü sifət olan isim. Böyük sözü böyümək feildir. Düşmən sadədir. Vərdiş sadədir. Pis sadədir. Düşüncədə düşün feilindən düşüncə ismi yaranır. Qabiliyyətini öldürən feili sifətdir. Kökü sifət olan isim. Qabiliyyət nə qabiliyyət? Qabil, qabiliyyət. İsim birləşmənin əsas tərəfidir. İsim birləşmənin yox, feili birləşmənin əsas tərəfidir. Daha doğrusu asıl tərəfidir. Burada əsas tərəf yazıbdır. Düşüncə qabiliyyəti isim birləşmə olsa da, ismi birləşmədir düşüncə qabiliyyəti, düşüncənin qabiliyyəti. Lakin tamamlığın ifadə vasitəsi deyil. Birlikdə fe'l sifət tərkibi gedibdir. Bu fikir yanlışdır. Doğru cavab oldu D variantı. Yəni orada tamamlığın ifadə vasitəsi deyil. Tərkibin içinə qoşulub. Daha sonra sual 43. Verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Bizim tərəflər nümunəsində birlikdə cümlə üzvü ifadə vasitəsi kimi çıxış edir. Bəli, parçalanmadan birlikdə bir cümlə üzvü kimi çıxış edir. Bu doğrudur. Daha sonra dərsi bilməyənlər mürəkkəb fe'l deyil, fe'li sifət tərkibidir. Bu doğrudur. Bilmək, bacarmaq mənasında olduqda mürəkkəb fe'lin yəni tərəfi olmur. Burada dərsi bilməyən, yəni bacarmayan mənasındadır. Fe'li birləşmə, yox, daha doğrusu mürəkkəb fe'l yox, fe'li birləşmə sayılır. Bu doğrudur. Külək əsdikcə buralara sərinlik gətirirdi. Gətirirdi. Nəyi sərinliyi, hara buralara? Nə? Külək nə vaxt, nə zaman əsdikcə. Burada fe'li bağlama tərkibi işlənib fikri yanlışdır. Çünki fe'li bağlama tərkibi yox, sadəcə fe'li bağlama işlənibdir. Kursa çatmağıma az qalmış, geri çağırdılar. Cümlədə fe'l sifət tərkibi işlənib. Çağırdılar haraya geri? Nə vaxt, nə zaman? Kursa çatmağıma az qalmış. Burada fe'l sifət yox, fe'li bağlama tərkibidir. Yəni kursa çatmağıma az qalanda. Fe'li sifət yox, fe'li bağlama tərkibidir. Səhvdir. Onun dığdığı başımızı şişirdib cümləsində isim birləşmə işlənibdir. Onun dığdığı üçüncü nöqtənin söz birləşməsidir. Yəni burada dığı fe'l sifətin şəkilçisi deyil. Bu da doğrudur. Birinci, ikinci və beşinci doğrudur. 1, 2, 5 doğru olan, 1, 2, 5 doğru olan, 1, 2, 5 doğru, 3, 4 yanlış olan olur A variantında. Sual 44. Kəndin baş bilənləri sizin üçün kitablarınızı ayırıb onların göndərməyi isə mənə tapşırıblar. Cümləsi ilə bağlı doğrunu tapırıq. Yəli kallı isim fe'li birləşmənin asıl tərəfidir. Yəli kallı isim. Baxaq. Kəndin baş bilənləri. Burada baş bilən
fe'li sifət yox, mürəkkəb sifətdir. Kəndin baş bilənlər yəlik al isim fe'li birləşmənin yox, isim birləşmənin asıl tərəfidir. Yanlışdır. 3-cü nöqtənin söz birləşməsidir bu. Məstər tərkibinin əsas tərəfində mənsubiyyət çəkicisi işlənibdir. Məstər tərkibinin əsas tərəfi onları göndərməyi mənsubiyyət yox, hal şəkilçisidir. Yanlışdır. Nümunədə bir isim bir fe'li birləşmə işlənibdir. Onları göndərməyi fe'li birləşmə, kəndin baş bilənləri isim birləşmə. Sizin üçün kitablarınızı ayırıb bu isim birləşmə deyil. Çünki arasında üçün qoşulması daxil olub. Doğru cavab C idi. Fe'li birləşmə mübtədənin ifadə vasitəsidir. Tapşırıblar kimə, mənə, nəyi, onları göndərməyi. Burada fe'li birləşmə tamamlığın ifadə vasitəsidir, mübtədənin yox. Yəlik al əvəzlik isim birləşmənin asıl tərəfidir. Yəlik al əvəzlik sizin üçün kitablarınızı isim birləşmə sayılmır. Deməli, ayırıblar nəyi, kitablarınızı, kim üçün, sizin üçün. Burada söz birləşməsi deyil. Cavab oldu C. 45. Hansı suala cavab verən cümlə üzvü fe'li birləşmə ilə ifadə oluna bilməz? Fe'li birləşmə əsas tərəf, fe'l sifət, fe'li bağlama məsəllə ifadə olunur. Nə cür? Burada fe'li bağlama ilə ifadə oluna bilər. Nə üçün? Qoşmalı sözlə ifadə oluna bilən fe'li birləşməyə sual vermək olar. Haradandır? Xəbər rolunda olan fe'li birləşməyə sual vermək olar. Hansı da fe'l sifət tərkibinə sual vermək olar. Nə etdiksə təsvirlənən fe'lin sualıdır. Və təsvirlənən fe'l heç vaxt fe'li birləşmə yaratmır. Ona görə doğru cavab olur B variantı. Ki, fe'li birləşmə heç vaxt nə etdi sualına cavab verə bilməz. Sonra sual 46-ya baxaq. Hansı fikir yalnız cədvəlin bir xanasına yazıla bilər? Yönlük halda olan söz bu birləşmənin asıl tərəfində işlənə bilər. Yönlük halda olan söz həm deməli ismi, həm də fe'li birləşmənin asıl tərəfində işlənə bilər. Bu hər ikisi haqqında doğru fikirdir. Bizdən bir xana istədiyi üçün A-nı götürə bilmərik. Yazmağın sözü bu cür birləşmələrdə həm əsas, həm asıl tərəf kimi işlənir. Ümumiyyətlə, yazmaq məstərdir. Məstər yadda saxlayın ki, həm fe'li, həm isim birləşmədə həm əsas, həm asıl tərəf ola bilər. İsim birləşmədə sənin yazmağın olacaqdır əsas tərəf. Yazmağın faydası isim birləşmədə asıl tərəf. Daha sonra fe'li birləşmədə asıl tərəf kimi və əsas tərəf kimi işlədək. Məsələn, deyə bilərik ki, deyə bilərik dərs oxumağın olanda fe'li birləşmədə olacaq əsas tərəf. Daha sonra oxumağını görəndə, burada da fe'li birləşmənin asıl tərəfi kimi olacaq. Hər ikisini işlədə biləcəyimiz üçün B-ni yazırıq hər ikisinə. Hər ikisinə yazıla biləcəyi üçün B olmur. Gedənlərin dərdi uşağı və gətirməkdir cümləsində ona aid nümunə mövcuddur. Gedənlərin dərdi isim birləşmədir. Uşağı və gətirmək isə fe'li birləşmədir. Hər ikisinə aid nümunə var. C-ni hər ikisinə yaza bilirik. Deməli, C-də ola bilməz. 2 xanaya da yazılır. D-yə baxaq. Göndərdiyi kitablar bu birləşməyə aiddir. Göndərdiyi kitablar bu ismi birləşməyə aiddir. Birlikdə cümlə üzvü ifadə vasitəsi olur. Artıq bu yanlışdır. Kitablar, hansı kitablar göndərdiyi birinci növ olduğu üçün ayrılır cümlə üzvü olaraq. Bunu da isim birləşmə olsa da, yəni birlikdə cümlə üzvü ifadə vasitəsi olur. Fikri yanlış olduğu üçün heç bir xanaya yazmırıq. Onun əvəzinə çalışmağın gərəklidir. Yəni cümləsində işlənmişdir. Gərəklidir. Nə gərəklidir? Onun əvəzinə çalışmağın. Burada onun əvəzlikdir, çalışmağın məstərdir. Və burada çalışmağın məstərdir, məstər tərkibidir. Yəni fe'li birləşmə işlənib, lakin isim birləşmə işlənməyibdir. Yalnız fe'li birləşməyə aid olaraq yaza biləcəyim üçün bir xanaya uyğun olan elə olur E variantı. Yəni isim birləşmə yoxdur. Yalnız fe'li birləşməyə aid olana yaza bilirik. Fərqləndirilən hissənin isim birləşmə kimi çıxış etmədiyi cümlənin sayını müəyyən edin. Baxaq. Mərkəzdəki kitab mağazası çox zəngindir. Zəngindir. Nə zəngindir? Kitab mağazası. Burada isim birləşmə kimi çıxış edibdir. Ana məhəbbətə qarşılıqsız olan bir varlıqdır. Varlıqdır. Kim ana? Burada ana məhəbbət söz birləşməsi deyil. 2. İş adamı cavan saxlayır. Cavan saxlayır. Nə iş, kimi adamı, burada da söz birləşməsi deyil, müstəqil olaraq yəni götürülür, isim birləşmə deyil. Yaz, səhəri maraqlı açılan möhtəşəm fəsildir. Fəsildir, nə yaz, burada da yaz səhəri söz birləşməsi deyil, yəni isim birləşmə yaratmayıbdır. Gəzdiyim yerləri sizinlə paylaşmalıyam, haranı yerləri,
hansı yerləri gəzdiyim və gəzdiyim yer olacaq birinci nöqtənin söz birləşməsi. Söz birləşməsi olmayan olur 2, 3, 4, say olaraq 3 dənə. Yəni cavab olur C. Sual 48. Hansı cümlədə isim birləşmənin tərəfləri sintaktik təhlil zamanı parçalanır? Hər tərəf birinci növdə parçalanmır. Pis gündə insan özünə dayaq axtarır. Nə vaxt, nə zaman? Pis gündə, yaxşı gündə. Burada parçalanmır. O uzun müddət xaricdə olmuşdu. Nə vaxt, nə zaman? Uzun müddət parçalanmır. Biz nadir hallarda evdən çıxardıq. Nadir hallarda parçalanmır. Birazdan əlaçı şagirdlər gəlməlidirlər. Kim şagirdlər? Hansı əlaçı? Burada əlaçı şagird birinci növdə, amma parçalanır. Cavab olur E. 49. Sözlərdən biri həm ismi, həm də feili birləşmənin əsas tərəfi ola bilir. Həm ismi, həm feili birləşmənin. Söhbət təbii ki, məstərdən gedir. Məstər həm ismi, həm feili birləşmədə həm əsas, həm asıl tərəf ola bilər. Məstər də D variantındadır. Aşağı feili birləşmənin əsas tərəfi ola bilməz. Baxmalıdır, təsriflənən feili ümumiyyətlə söz birləşməsinin tərəfi ola bilməz. Deməli, qaçaraq feili birləşmənin əsas tərəfi ola bilər. Çünki deməli, qaçaraq götürə bilərik feili bağlama. Uşaq qaçaraq getdi. Necə tərzdə? Qaçaraq, kim uşaq? Yox, orada qaçaraq feili birləşmə yaratmır. Deməli, qaçarağı başqa bir nümunə işlədək. Dərsdən qaçaraq. Məsələn, burada feili birləşmə kimi düşünmək olar. Lakin isim birləşmənin əsas tərəfi ola bilmir. Göndərdiyi də isim birləşmənin yox, feili birləşmənin əsas tərəfi olar. Cavab oldu D. Sual 50. Cümlələrin birində bütün üzvlər feili birləşmələrlə ifadə olunubdur. Bizim məqsədimiz müstəqilliyimiz uğrunda mübarizə aparmaqdır. Müstəqilliyimiz uğrunda mübarizə aparmaqdır. Nə? Bizim məqsədimiz. Bizim məqsədimiz isim birləşmədir, getdi. Sözləri yaxşı yadda saxlamaq üçün gərək dəqiq dinləyəsən. Nə edesən, dinləyəsən. Burada artıq təsvirlənən feillə ifadə olundu. Xəbər, yəni feil birləşmə deyil. Yaxşı məhsul qazanmaq üçün əkilən yerə yaxşı qulluq etmək gərəklidir. Necədir gərəklidir? Xəbər feili birləşmə deyil. Yenicə əkilmiş ağacları sulamaq onların əsas işi olmuşdu. Onların əsas işi olmuşdu. Burada onların işi 3-cü nöqtənin söz birləşməsidir. Yəni bizdən istəyirdi ki, bütün cümlə üzvləri feili birləşməylə ifadə olunsun. Burada isə deməli feili birləşmə deyil hamısı. Bu da getdi. Daha sonra xainlik edib dostlarına xəyanət etmək bizim kimi igidlərə yaraşan deyil. Bizim kimi igidlərə yaraşan deyil. Nə? Xainlik edib dostlara xəyanət edən. Burada mübtədə və xəbər var və hər ikisi də feili birləşməylə ifadə olunub. Ona görə cavab olur E variantı. Belə müəllimlər 50 sual izah etdim. Daha sonra növbəti videoda isə 50-72 arası, yəni 51-dən başlayaraq 72 daxil olmaqla digər sualları izah edəcəm. Əgər videonu bəyəndisə, kanala abunə olmağı, eyni zamanda videonu bəyənməyi unutmayın. Eyni zamanda bu tip videoların gəlməsini istəyirsinizsə, rəy bölməsində yaza bilərsiniz.